Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz nəqliyyat vasitələrinin duracağa yerləşdirilməsi qaydası haqqında olacaq. Bizə edilən müraciətlər onu göstərir ki, dayandırılmış nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi iddiası ilə üzləşən sürücü nə etməli olduğunu bilmir. Nəticə etibarıyla nəqliyyat vasitəsi duracağa yerləşdirilir, heç bir protokol tərtib olunmur və sürücü maşınsız qalır. Sual yaranır, bəs qanunla necə olmalıdır? İlk növbədə onu qeyd edim ki, nəqliyyat vasitələrinin duracağa yerləşdirilməsi halları İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin 1-ci hissəsində öz əksini tapıb. Burada göstərilən hallardan başqa, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi birmənalı şəkildə qanunsuzdur. Həmçinin, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi üçün aşağıdakılar təmin olunmalıdır. 1. İnzibati Xətalar Məcəlləsinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə protokol tərtib edilməli və surəti sürücüyə verilməlidir. Yəni, nəqliyyat vasitəsi hansı əsasla duracağa təmin olunursa, bu maddənin 4.3-cü bəndində qeyd olunduğu kimi protokolda göstərilməlidir. 2. İnzibati Xətalar Məcəlləsinin 101.1 və Yol Hərəkəti haqqında qanunun 84.6-2-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməli və kağız daşıyıcıda surəti yerindəcə sürücüyə verilməlidir. Və 3. İnzibati Xətalar Məcəlləsinin 97.5-ci maddəsinə əsasən təhvil təslim aktı tərtib olunmalıdır. Yəni, nəqliyyat vasitəsi duracağa qoyulduqdan sonra onun saxlanılması 2 nüsxədə olan aktla rəsmiləşdirilməli, bir nüsxəsi protokola əlavə edilməli, surəti isə sürücüyə təqdim olunmalıdır. Göründüyü kimi, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi bu 3 sənədin tərtib olunması və hər birinin surətinin sürücüyə təqdim olunması ilə həyata keçirilir. Bu sənədlər təqdim olunmadan nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi qanuna ziddir. Bu cür halla rastlaşdığınız zaman mütləq qaydada 102 və 902 nömrəli qaynar xəttə zəng vuraraq bu barədə məlumat verin. Həmçinin e-polis tətbiqi vasitəsilə virtual 102 xidmətindən istifadə edərək baş verən qanunsuzluqları telefonun kamerası vasitəsilə qeydə alaraq birbaşa Daxili İşlər Nazirliyinə göndərin. Əmin olun ki, bunu etdiyiniz təqdirdə məsələ tez bir zamanda öz həllini tapmış olacaq. Belə, əziz dostlar, ümid edirəm, sizlər üçün yenə faydalı və maraqlı bir məlumat vermiş oldum. Yollarda ehtiyatlı olun, yol hərəkəti qaydalarına riayət edin və bizi izləməkdə qalın. Növbəti videolarda görüşmək ümidi ilə. Hüquqlarınızı bilin ki, aldanmayasınız.